Salam, hər vaxtınız xeyirli uğurlu olsun əziz və dəyərli izləyicilərim. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Məni soruşsanız şükürlər olsun, mən də yaxşıyam. Soyuq şaxtalı qış günlərinin birindən hər kəs salamlayıb vloguma keçid edirəm. Lakin vloqa keçməmişdən öncə istəyirəm buradan öz təşəkkürümü bildirim toplu şəkildə hər birinizə. Geçen vlog bilirsiniz ad günü vlogu idi. Balısımın nəvəsinin 3 yaşı tamam olurdu. Həmən vlogdan danışıram. Çox gözəl şərhlər oxudum. Oxuduqca ürəyim açılırdı həqiqətən. Gözəl sözlərinizə görə hər birinizə buradan təşəkkür bildirirəm. Baldızım da oxuyurdu hər birini. O da dedi ki, mənim adımdan da bacılarıma çox sağ ol deyir. Allah razı olsun sizlərdən. Allah var eləsin sizə qızlar. Öpürəm hamınızı. Və elə ad günü demişkən qızlar, bu vlogda ad günü vlog olacaq. Bu dəfəki ad günü isə rəhmətli qardaşımın, yoldaşının ad günüdür. Ora gedib gəlmişik. Yəni gedib gəlmişik ona görə deyirəm. Bilirsiniz ki, mən videoları çəkirəm, daha sonra üstündən montaj edirəm, yəni səsləndirirəm. Və həmən ad günündən də gözəl kadrlar çəkmişəm sizlər üçün, amma belə öncə evdən başladım. Axşamüstüyə doğru başladım vlogumu başlatdım. Burada yenə də düzdür, evdə olmayacaqdıq dedim, amma yenə də yemək hazırlayayım. Çünki evdə olmayacaq belə ki, bir oğlum, ortancıl oğlum evdə olacaqdı. Ondan da soruşdum nə hazırlayayım. Dedim nə istəyirsən, amma hazırla, fərqi yoxdur. Mən də soyuducudan belə donmuş, yəni buzluğa qoyduğum lobiyadan birini çıxartdım ki, bişirim, gələndə ac qalmasın. Özümüz də yenə ad gündə olacaqdı. Ona görə çox bir şey hazırlamadım. Fikirləşdim ki, nə hazırlayayım ki, çox vaxt aparmasın. Çünki vaxtım yox idi. Elə ağlıma gəldi ki, buzluqda lobiya var. Onu çıxardım, bişirim. Həm də onsuz da oğlum çox sevir lobiya yeməyini. Və bunu da sizlə bir yerdə bağlamışdım. Yayda yadınızdadırsa. Lobiyaları təmizləyib yuyuram, təmizləyirəm, doğrayıb, elə yəni yuyulmuş vəziyyətdə qoyuram da, doğranmış vəziyyətdə qoymuşdum buzluğa və çıxardanda rahat olur da, yumaq falan belə vaxt aparmır, elə doğranmış vəziyyətdə belə qoydum, yığdım qazana, biraz su əlavə edirəm bişməsi üçün, bir baş soğan, biraz pomidor da yenə də qışda, yayda bağladığım pomidordan istifadə etdim, duz istəyir, sarı kök. Həm də yəni lobiyanı xoşlayırıq ki, oğlum xoşlayır, daha doğrusu yumurta ilə sevmir. Elə az sulu olanda elə xoşlayır yeməyi. Ona görə də belə az sulu yemək, lobiyanı az sulu hazırladım da, deməyim odur. İndi bu qədər, yəni 3-4 paket bağlamışdım. Artıq axırıncısıdır bişirirəm. Bir neçə dəfə bişirmişim, artıq yemişik. Bu da sonuncu idi, açdım, bişirdim. Və belə bu da özüm yayda bağladım. Yəni sizlə bir yerdə bağlamışdım bu pomidoru da. Belə açdım. Yəni çox vaxt aparmadı da bu yeməyi hazırlamaq. Çünki demək olar ki, hamısı hazır vəziyyətdədir. Lobiya doğranmış, pomidor doğranmış. Elə lobiyanı açdım, tökdüm qazana. Üstündən soğan, bir baş soğan, yağını attım, duzunu, istiyotun, sarı kökünü. Hamısını ard-arda attım. Heç gözləmədim ki, pişsin lobiya. Çünkü bilirsiniz buzluqdan çıxan lobiya elə bişmiş kimi bir şeydir. Buz öldürür də o lobiyanın şahlığını söndürür. Elə qazın üstünə qoyan kimi tez pişir. Və elə soğanını da attım, pomidorunu, qapağını bağladım ki pişsin. Daha sonra gördüm ki suyu qurumaq bilmir. Biraz qapağını araladım ki biraz da ağzı açıq vəziyyətdə suyu çəkilsin. Çünkü suyu biraz çok kalmıştı. Buzda olanda da biraz da su hele bırakır. Pomidorun suyu, ona göre suyu artı oldu. Böyle gözledim ki suyu biraz çekilsin, altını söndürüm. Yəni demək olar ki, mən hər il bu lobiyanı belə yayda doğrayıb buzluğa qoyuram. Çox rahat olur qışda çıxardıb belə tez bazar bişirmək. Həm dadlı olur. Düzdür, yayda o təzə lobiya qədər dadlı olmasa da pis alınmır. Belə də dadlı çıxır. Belə qızlar, burada da ad gün üçün nələr hazırlamışam hədiyyə olaraq, onu dedim göstərim sizə. Yəni hazırlayanda yadıma düşmədi. Onu dedim paketləri yığandan sonra yadıma düşdü ki, sizə də göstərim. Qardaşımın yoldaşı üçün nələr aparacam gəlinimiz üçün. Bu feni də göstərmişəm sizə. Hava fenidir. Bunu koydum hediye olarak. Evdən yəni heç nə almamışam da, evdə nə var onu götürdüm. Baxdım, yəni bilirsiniz hədiyyəlik bir şeyler alıp yığmışam evə. Elə bunu götürdüm onun üçün.
Daha sonra həm də gəlinimiz təzə evə köçüb. Dedim evi üçün də bir hədiyyə götürüm. Bir də evdən belə bir mürəbbə qabları götürdüm. Bunu yadınızdadırsa özüm almışdım. Eyni bundan baldızım da mənə alıb gətirdi 2 ədəd. 2 ədəd də özüm almışdım. Baldızım alanı özüm işlətdim, özümə saxladım. Özüm alanı isə orada da hətta göstərirəm. Baldızım alanı 2 dənə belə almışdım mənə, sağ olsun, payı çox olsun. Özüm də aldığını, yəni bilmirdi ki, məndə var ondan, ona görə almışdım. Özümə aldığımı da dedim elə gəlinimizə aparım. Çünki başqa baxdım bir şey gözümə dəymədi. Təzə hamısını işlətmişdim və bunlar təzə qalmışdı. Bunu götürdüm ev hədiyyəsi olaraq, yeni evinin hədiyyəsi olaraq. Daha sonra doğum günün hədiyyəsi olaraq əlavə fenin üstündə də bunları götürdüm. Nəsə dedim, fen gözümə az dəydi hədiyyə kimi. Dedim, əlavələr də qoyum üstünə. Belə bir şotka daraqdır. Bir dənə iç geyimidir. Daha sonra bir dənə iki cüt corabdır. Bir dodaq qələmidir. Bir də Avon'un ətridir. Little Black Dress'dir deyəsən adı, hə. Bunu da bilirsiniz, Trendyoldan dörtlü şəkildə almışdım. Birini bura qoydum. Birini yenə hədiyyə etmişdim. Birində yenə də elə gəlinimizin qızına, yəni qardaşımın balası üçün götürdüm. O da o birisi hədiyyə qutusunun içindədir, göstərəcəm. Elə, yəni gəlinimizin hədiyyələri bu qədər oldu. Daha sonra yenə də dedim, yeni il qabağıdır. Qardaşımın balaları üçün də bir şeylər götürüm. Bir qız, bir oğlandır. Uşaq deyəndə böyük oğlanla böyük qızdır. Oğluna belə evdən elə nə tapdım onu götürdüm. Antiperspirant idi, corab falan. Belə 3-4 corab götürdüm. Və qızı üçün də yenə də evdə nə var ondan götürdüm. Trendyoldan bir dəfə sifarişimi, yəni səhv göndərmişdilər. Mən başqa şey sifariş etmişdim. Mənə bu corabı göndərmişdilər. İdman corabıdır. Geri qaytarmaq istədim. Demişdilər ki, qalsın, qaytarmağa ehtiyac yoxdur. O corabı da qalmışdı elə. İdman, qardaşımın qızı da idmanla məşğul deyə dedim, elə onun qismətidir. O coraba qoydum. Daha sonra yenə bir Avon'un ətrini qoydum. Bir də bu pinjamanı da bilirsiniz, Temu'da oyunda qazanmışdım. Dedim, o da onun qismətidir. Elə onu da qoydum hədiyyəsinin içinə. Və elə apardım. Və bir də əlavə olaraq bağladıqlarımdan da götürdüm. Kompotdur, pomidor turşusudur, vişnə mürəbbəsidir. Və yenə də əlavə olaraq oğlum da demişdi ki, gələndə tort da alıb gətirəcəm. Daha doğrusu mən demişdim ona ki, gələndə tort da al gətir. Gələndə niyə görə deyirəm? Çünki evdən, yoldaşımla mən evdən getdim. Oğlum evdə deyildi, bizlə gedə bilməmişdi. Başqa yerdən gələcəkdi o da ad günə. Ona görə dedi, gələndə mən alıb gətirərəm tortu. Və oradan özü alıb gətirmişdi. Burada da artıq çıxmışıq, gedirik gəlinimiz gilə, yəni qardaşım gilə. Amma öncə getdik, birinci bacımı götürdük. Yəni bacım da gedəcəkdi ora. Ona görə getdik, bacımı götürdük yol üstü. Daha sonra getdik. Bacım oğlu da gedəcəkdi, amma bacım oğlu işdə olduğuna görə dedi, mən işdən birbaşa gələrəm. Siz mamanı götürün. Biz də onu götürüb getdik aslında. Burada da çatmışıq artıq. Gəlinimiz də qapıda geçin həvəslə, sevinərək bizi gözləyir. Allah razı olsun. Çox belə mehribandır. Şən pozitiv qarşıladı bizi. Və elə düşdük, baxdıq, gördük ki, qonaqları da var. Yəni gəlinimizin anası, bacısı, rəfiqəsi falan özləri elə xeyli qonaq var idi. Biz də elə keçdik içəri. Hər kəslə salamlaşdıq, görüşdük. Elə hamı süfrəni də açıb bizi gözləyirlər. Ən gec gələn biz olduq elə. Elə görüşdük, danışdıq. Biraz elə oturduq, yeməyimizi falan yedik. Daha sonra ardınca çay süfrəsi, daha sonra oyun falan. Çox maraqlı keçdi, bir sözlə ad günü. Yadda qalan günlərdən biri oldu. Və elə fürsətkən istəyirəm buradan təkrar təbrik edeyim gəlinimizi. Düzdür, şəxsən təbrik etmişəm ürəyimdən. Keçən sözlərim hər birini demişəm, amma yenə də təkrar
təbrik etmək istəyirəm. Allah uzun ömür, can sağlığı versin bacıma. Bacı həqiqətən də bacı qədər əzizdir mənə. Xətrini dünyalar qədər istəyirəm. Çox, yəni necə deyim, gəlin baldız olmamışıq da biz. Belə bacı kimi bir yerdə, yəni mən o gələndə mən uşaq idim. Yəni demək olar ki, bacı kimi böyümüşük də bir yerdə. Ona görə də çox doğmadı mənə, çox əzizdir bu gəlinimiz mənə. Hər iki gəlinimiz var, hər ikisi də əzizdir mənə, amma bununla uşaqlığım bir yerdə keçib deyə bir başqa bir hisslər var, yəni istək var bu gəlinimizə qarşı. Və belə Allah ona uzun ömür, can sağlığı versin. Hər daim balalarının üzərində olsun. Nə idim, necə idim deməsin heç vaxt. Balalarının xoş günlərini görmək Allah nəsib eləsin. Nəvə nəticə yiyəsi olsun. Bu təzə evi də düşərli olsun, mübarək olsun, xeyirli uğurlu olsun. Bilirəm qızlar, siz də təbrik yazacaqsınız. Öncədən hər birinizə təşəkkür bildirirəm. Allah razı olsun deyirəm. Və elə danışa demək olar videonun sonuna gəlib çatmışıq. Artıq ad günün yarısından çoxu keçib, yeməyimizi yedik. İndi də artıq çay süfrəsi açılıb. Orada da tortlar gəlib. Birini elə qardaşımın oğlu maması üçün alıb. Digər tortu da oğlum gələndə aldı. Ağ tortu. Və elə şamları yığdıq, yandırdıq. Arzu tutub söndürdü gəlinimiz. Tortumuzu yedik, çayımızı içdik. Ardıca qəşəng bir oyun da oynadıq. Yəni videonun buradan istəyirəm o tərəfə şərhsiz izləyəsiniz. Mən burada sizinlə savunlaşım, amma siz davam edin izləməyə. Ümid edirəm bu vlogda bəyənərək izləyəcəyiniz bir vloglardan olacaq. Öpürəm hər birinizi, sağ olun, sağlıqla qalın. Görüşərik növbəti vlogda. Amma siz davam edin də izləməyə və like edib abunə olmağı da unutmayın. Gel. Erken değil. Son bile boy Baba da bak var. Gel. Gözle. Gel. Gel lan. Gelin şaplarına bir yerden. Ben sizi çekmiyorum. Ben sizi çekmiyorum. Ben açarsam şey. O zaman bir koyduk şaplarına bir yerde kesin. Burada. Şuna çasın ne var? Ey sanırım. Şaplar. Kulti çıkmaz. Geldi esas meylaması. En romantik yerde istiyorsan ya sen de her şeyi. Adaptör. Arkada. iPhone mu? O bende.
Götürdünüz, baxın. Sakitcə qoyun stola. Bir dənə altdan, bir dənə üstdən. Hələ baxmayın, hələ heç kim baxmasın. Mən ayağı çək. Nənə baxsın da oynur. Mən apara bilərsin. Elə aşağı ilə payla. Çox yekədə bunda açan kimi hamı görəcək. Bu nədir? Belə gizli, adını bildin, düşür də. Orası nədir? Dıqı-dıqı açırsan görmürsən. Yoxsa yarım olur. Gözləyirik. Səbirsiz. Açmırıq hələ. Yox hələ. Mən Sən verdin də. Hamıya kart verdin. Artıq da Ki, sən xahiş gidib edirəm, mənə heç Bir dənə kim sakit durun, narahat bir dənə eləməsin. sakit durun. Bir dənə kartlarınızla tanış olun. Olğunla. açqın silim kartını onu tanış ol yaxşı. Sakin nə rəngdir? Gəl amma açqın silim. Qoşa ver baxsın. Yumsun. Mafiyalar gözünü açsın. Mafiyalar gözünü açsın. Mafiyalar gözünü yumsun. Bir-birini təzədən açın gözləri. Bir-birinizi tanıyın birinci. Mafiyalar. Mafiyalar gözünüzü açın. Bir-birinizi tanıyın. Bir dənə don mafiya seçin aranızda. Bir dənə don seçin. Qərarlaşın, bir nəfər seçin.